Xarici mediada Bakı Beynəlxalq Dəniz Limanında minlərlə yük maşınının qaldığı və infrastrukturun tələbatı ödəmədiyi barədə məqalələr dərc edilib. İddia olunur ki, cənub qonşumuzdakı gərginlik səbəbindən yüklərin əsas hissəsi Xəzər dənizinə yönləndirilib və bu, Ələt limanındakı 10 hektarlıq dayanacaqda kütləvi sıxlıq yaradıb. Dünyada və regionda baş verən proseslər fonunda bu xəbərlər nə qədər həqiqət əks etdirir? Ümumiyyətlə daşınmalarda bu kimi problemlər həqiqətənmi yaşanır? Elə bu suallarımızın cavab almaq məqsədi ilə Bakı Beynəlxalq Dəniz Limanı ərazisindəyi həm qurumdan, həm də ki o qeyd olunan tır sürücülərinin mövqeyini alacağıq. Yayılan dezinformasiyada belə deyilir ki, limanda hazırda 4000 tır gözləyir, amma Bakı limanı olaraq qeyd edə bilirik ki, nə indiki günlərdə, nə bundan əvvəlki günlərdə heç vaxt limanda 4000 ədəd tır gözləməyib. Hazırda Bakı limanında gözləyən tır və qoşqunun sayı 1463-dür. Bunlardan 900-ü Türkmənistan istiqamətinə, 500-ü isə 500-dən bir qədər artıq isə məhz Qazaxıstan istiqamətinə getmək üçün limana daxil olan tırlardır və növbəllik prinsipi əsasında operativ formada yüklərin göndərilməsi təmin edilir. Qurum rəsmisi bildirir ki, Xəzər dənizindəki qeyri-sabit hava şəraitinə görə təhlükəsizlik məqsədi ilə gəmilərin hərəkətində 1-3 günlük gecikmələr yaşana bilər. Lakin bu, iddia edilən kimi xaotik vəziyyət yaratmır. Liman 24 saat iş rejimində fəaliyyət göstərir və yüklərin sürətli yola salınması üçün qonşu ölkələrlə sıx koordinasiya təmin edilib. Bəs iri tonajlı yük maşınlarının sürücüləri necə? Qurum rəsmisi ilə eyni fikirdədirlərmi? 2 gündür buradayam, dünən gəlmişəm. Bizim digər sürücülər də buradadılar, 3-4 gündür gözləyirlər. Hələ ki buradayıq, deyirlər ki, hava şəraitinə, fırtınaya görədir. Məhz fırtınaya görə biraz yubanırıq. Bizim 5 maşınımız indi İrandan getdi, biz isə buradayıq. 2 gün, 3 gün bu şəkildə bekləmələrimiz oluyor. Yani en fazla beklediğimiz burada 4 gün. İran'da malum olan savaştan dolayı bütün yoğunluk buraya geldiği için ister istemez sıra oluşuyor. Ama gemilerin de tabii ki bunlara yetişme gibi bir lüksü olmadığından dolayı bekliyoruz. Neçə gündür siz buradasınız? 4-5 gündür ki buradayıq. Siz mütəmadi Azərbaycandan istifadə edirsiniz, logistik olaraq, daşınma olaraq. Bəli, Azərbaycandan. Bu dəfə 5 gün olmağına səbəb nədir? Küləyə görədir. Gəmilərdə növbə çoxdur, tırlarda çoxdur. Bəzən 15-20 gün burada gözləyənlər olur. Xeyr, texniki problem yoxdur. Hər reysdə 5 gün gözləyirik. 10 gün, 15 gün olur. Qalma müddəti 14 günü keçdikdə isə hər reysə görə $205 cərimə ödəyirik. Sürücülərin sözlərindən aydın olur ki, limanda gözləməyə səbəb texniki problemlər yox, hava şəraitidir. Yəni, bəzi yük maşınlarının hələ də İran marşrutundan istifadə etməsi mətbuatdakı iddiaları sual altına qoyur. Hazırda liman ərazisində müxtəlif dövlətlərə, o cümlədən Türkiyə, Rusiya, Özbəkistan və Türkmənistana məxsus yük avtomobillərini müşahidə etmək mümkündür. Yüklərin liman vasitəsilə qəbulu və təyinat nöqtələrinə yola salınması prosesi öz axarı ilə davam edir. Toğrul Quluzadə, Zamin Novruzov, İTV Xəbər.